qabiliyyətin hansı hərəkət qabiliyyətlərinin təzahür amilləri eynidir anam? Sürətlə sürət gücü. ISO, sürətlə sürət gücün təzahür amilləri eynidir. Badmintonda servis neçə santimetr hündürlükdə yerinə yetirilməlidir? 115. 115-dir. Badmintonda, 115. bəli, badmintonda müəllim volan neçə vuruşa rəqib tərəfə keçməlidir? Bir vuruşu. Bir vuruşa rəqib tərəfə keçməlidir. Cütlər və qarşı cütlərdə oyunçuların arasında paslaşmasına icazə verirlər? Xeyr. Aha, cütlər və qarşı cütlərdə oyunçuların aralarında paslaşmasına icazə vermirlər. Düzdürmü? Yaxşı. Bəli. Və sual düşsə ki, servis mütləq şəkildə sağdan sağa ötürülməlidir. Bəli. Oyun başlayan Yaxın zamanı, bəli. Yaxşı, oyun 21-19 bitə bilər. 21-19 bəli bitə bilər. ISO 21-19 bitə bilərdi. Bəs 21-20 bitə bilərdi? Bitə bilər, bəli. Aha, 21-20 bitə bilməz anam. Mütləq şəkildə 2 xal fərqi ilə olmalıdır. Aha, bəli. badmintonda qalib nə zaman bir xal fərqi ilə müəyyən olunurdu? 29-30 olarsa. ISO 29-30 olarsa. Badmintonda qırmızı kart hansı cəzaya malik idi? Xas servis rəqibə. ISO bir xal və servisin rəqibə verilməyinə adlanırdı, qırmızı kart adlanırdı. Yaxşı, dözümlüyün tərbiyə edilməsinin neçə əsas komponenti vardı anam? 5. Ritmik hastaqat şans hərəkət qabiliyyəti idi? Dözümlük. Ritmik hastaqat yorulmaya qarşı dayanma bacarığı dedikdə? O da dözümlük. ISO müəllim, ayaqların maksimal dərəcədə aralanması nə adlanırdı? Şpaqat. Şkabat adlanırdı. Şkabatın ən çətin hansıdır? Oturaraq. Təşəkkürlər. Çox sağ olun. Siz sağ olun anam. Arzu, buyurun anam. Validən sual Buyur, buyur. Badmintonda deyirsiz servis 1.15. Yəni bu tullanmaq nəzərdə tutulur. Yox, bel səviyyəsindən anam, bel səviyyəsindən. Yəni yerdən 1.15-dən yuxarı olmayacaq səviyyədə vurmalısınız. Müəllim, mən onu tullanmaq bilirdim. Yox, Amma biliyorum. deyirik tullananda da ayaq yerdən ayrılmamalıdır. Deyirdiniz nətər olur? Yo anam, bel səviyyəsindən. Maraqlı qalır. Yo anam, yox. Aha, sonra siz sağ olun. Şərqiyə müəllimə. Axşamınız xeyir olsun. Axşam xeyir müəllim. Hə, Şərqiyə müəllimə. 3x basketbol olimpiyat növüdür, qeyri-olimpiya. Olimpiya. Sonra olimpiya idman növüdür. Olimpiya proqramına daxil olmayan idman növləri hansılardır? Şahmatla futsal. Şahmatla futsal idi. Futsalda meydanda bir komanda minimum neçə nəfər olmalı idi ki, oyun başlasın? Fərid müəllim, sizin də reaksiyanız yaxşıdır ha. Aha. Futsalda bir komanda neçə nəfər olmalıdır ki, oyun başlasın? Mənim 5 nəfər. Minimum 3 nəfər. Maksimum 5'dir, minimum 3 nəfərləndir. 2 nəfərlə gələn komanda texniki məlubiyyətə düşür.